Salam, hər vaxtınız xeyir. Mən sizin Azərbaycan dili müəlliminiz Mətanət Əliyeva. Bu gün sizə mövzu olaraq cəmiyyət nitq hissələrini izah edəcəm. Bildiyimiz kimi nitq hissələri iki qrupa bölünür. Əsas nitq hissələri, köməsi nitq hissələri. Əsas nitq hissələrindən fərqli olaraq köməsi nitq hissələri suala cavab vermir, cümlə üzvü olmur, leksik mənası yoxdur, quruluşsa 3 yox, 2 yerə bölünür. Gəlin indi aydınlaşdıraq. Deməli, cəmiyyət nitq hissələrindən birinci qoşmadır. Qoşma sözlərə qoşularaq xüsusi mənaçalar yaradır. İsmin təsirlik və yerlik halından başqa digər hallara rahatlıqla qoşulur. Ümumiyyətlə, qoşmaların özünə məxsus mənaçalar yaradır sözə qoşularkən və qoşmaları digər cəmiyyət nitq hissələrindən fərqləndirən cəhəti cümlə üzvü olmasıdır. Tək cümlə üzvü olmur. Sadəcə qoşulduğu sözlə bir cümlə üzvü olur. İlk məna növü bircəlikdir. Bircəlik qoşması ilənin qısaldılması lalə və cadə qoşmasıdır. Məsələn, ilə deyirəm ki, mən maşınla yol getdim. Biz bilirik ki, lalə formasında zərf düzəldən forması da ola bilər. Məsələn, mən həyəcanla danışdım. Burada lalə diqqət etməliyik. Əgər nə ilə sualına cavab verirsə və ya kim ilə sualına cavab verirsə, artıq nədir bu? Qoşmadır. Məsələn, bura baxırıq, danışdım, kim, mən necə danışdım? Həyəcanla. Artıq burada fiilin yanında gəlir və onun tərzini bildirir, bu zərf formasındadır. Sonra, cadə qoşmasına baxaq. Mən yol boyunca mahnı oxudum. Artıq burada yol boyunca, yol boyu ilə mahnı oxudum. Yəni, yol qədər mahnı oxudum mənasındadır. Burada da cadə bircəlik qoşmasıdır. Sonra gələk zaman qoşmalarına. Zaman qoşmaları ismin çıxışlıq halına qoşulur daha çox və çıxışlıq halına qoşulanda ondan sonra gəlməlidir. Hansı sözlər əvvəl, qabaq, sonra, bəri. Məsələn, deyirəm ki, əvvəl sən get, sonra mən. Biz bildiyimiz kimi, əvvəl, qabaq, sonra vərini köməsi nitq hissəsindən başqa zaman zərfləri formasına görürük. Əgər nə vaxt sualına cavab verirsə, müstəqil şəkildə, deməli, burada nədir? Zaman zərfidir. Artıq burada sonra çıxışlıq haldan gəlib deyə, artıq burada nədir? Qoşmadır. Digərləri də eyni qayda ilə ayrılır. Bənzətmə qoşması. Bənzətmə qoşması kimi, qədər, məsafə qoşması var. Kimi, qədər, dək, can, cən. Burada
kimi qədər və kimi qədər sözləri necə bənzətmədir və necə məsafədir onu baxacağıq. Məsələn, evə kimi piyada getdim. Burada cümlədə bənzətmə mənası yoxdur. Sadəcə evdən hara kimi piyada getdiyini bilir. Məsələn, evə kimi, məktəbdən evə kimi piyada getmişəm. Kimi burada nədir? Məsafə mənasındadır. Bir də deyirəm ki, sənin kimi gözəl yoxdur. Artıq burada kiminin neynədir? Məsafə bildirmədi. Neynəsə nəyi müqayisə edib bənzətdi. Bu artıq adlanır nə? Bənzətmə qoşması. Yadımızda qalsın ki, tək hecalı qoşmalar sözə bitişik yazılır. Yalnız xas qoşmasıdır ki, necə yazılır? Ayrı yazılır. İstiqamət qoşması. İstiqamət qoşması sənin istiqamətini bildirir. Məsələn, evə tərəf, evə doğru, evə sarı, tərəf, doğru, sarı. Burada diqqət yetirsək, məsələn, doğru sözünü həm sifət kimi, həm zərf kimi, həm də qoşma kimi bilirik. Necə bilirik? Məsələn, deyirəm ki, mən ona doğru baxıram. Burada artıq özündən əvvəl yönlü hal gəlib və nədir? İstiqamət qoşmasıdır. Bir də deyirəm ki, o doğru söz danışır. Burada artıq isimdən əvvəl gəlib deyə sifət mənasındadır. Məsələn, deyirəm, o doğru danışmır. Doğru danışmır artıq mənim feilimin tərzini bildirir deyə burada zərf rolundadır. Yəni, necə baxacaq? Cümlədə işləmə məqamına doğru baxacaq. Məsələn, sarı sözü. Sarı sözünün amonimliyi var. Necə? Məsələn, evə sarı istiqamətdir. Sarımaq feil mənası var. Sarı rəng sifət mənası var. Aidlik qoşması. Ona dair, ona aid. Burada artıq yönlü hala daha çox qoşulur. Yönlük. Məsələn, deyirəm ki, bu fikir sənə dairdir, sənə aiddir, sənə xasdır. Bu artıq nə qoşmasıdır? Aidlik qoşmasıdır. Fərqləndirmə qoşması var. Fərqləndirmə qoşması nə ilənsə iki obyekti bir-birindən fərqləndirir. Başqa, savayı, qeyri. Görürsünüz, məsələn, mən heç iki kökdən və ya kök şəkilsindən ibarət yazmıram. Deməli, bunlar ümumiyyətlə sadə olur. Ümumiyyətlə, köməkçinin iksəyə düzəltmə olmur. Ya sadə olmalıdır, ya mürəkkəb, ya sadə mürəkkəb olur. Qoşmalar isə yalnız necə olur? Quruluşsa sadə olur. Məsələn, deyirəm, səndən başqa, səndən savayı, səndən qeyri mənə heç kim lazım deyil. Burada artıq səbəb nəticəyə gələk. Səbəb nəticə üçün, görə, ötürü, istinad qoşması, səviyyəsiz yazdıq. İstinad qoşması, istinad özü nə deməkdir? Məsələn, mən hər hansısa bir kitab yazıram və hər hansısa bir məlumatı başqa bir kitaba əsasən yazıram. Yəni, həmin o kitabı istinad edirəm. Bu olur, məsələn, görə, cacə. Ümumiyyətlə, məsələn, deyirəm ki, filan kəsin fikrinə görə bu belə olmalıdır. Bu artıq nədir? İstinad edirəm həmin insana. Belə. İndi gəlin tapşırıqlara bir baxaq. Aha. İkiyə baxaq. Bənzətmə mənası bildirən qoşma işlənmiş cümləni müəyyən edin. Babam həyat qapısının ağzına kimi gül əkmişdi. Baxın, burada məsafə bildirir. Hara kimi gül əkib? Məsafə.
Hər gün dəniz sahilinə kimi piyada gedirik. Bax, burada da məsafədir. Məsələn, dəniz sahilindən müəyyən bir ərazini göstərir ki, ora piyada gediblər. Ticarət mərkəzində kimi özünə ayaqqabı, kimi də palto seçirdi. Burada artıq kimi nədir? Kimi əvəzlidir, qeyri-müəyyən əvəzlidir. Yarışa kimi göndərmək istədim. Burada da əvəzlidir artıq. Kimi burada bir insanı bildirir, şəxsi bildirir. Vətəni onun kimi sevin. Onun kimi. Necə? Bənzədir. Artıq cavabımız burada Y variantıdır. Sonra, məsələn, cümlələrin birində qoşma işlənmişdir. May ayının gözəl bir günü idi. Burada qoşma yoxdur. Əvvəlcə Masabəyi özü, sonra baxın, burada əvvəl və sonra var. Əvvəl sonra dedim ki, həm zərf mənası var, həm də nə mənası var? Qoşma mənası. Qoşma kimi işləyə bilər daha doğrusu. Bir də cadə şəkilçisini ümumiyyətlə, cadə şəkilçisini necə eləyə bilərik? Əgər sifətə, saya, əvəzliyə artırılanda, burada artıq sifət, say, zərfə artırılanda bu cadə nə olur? Ədat olur. Digər hallarda, məsələn, cadə qoşma kimi işlənə bilər və rusca, türkcə mənası olanda cadə artıq burada nə mənası olur? Zərf mənası olur. Bunu bildik mi? Bunu silək. Məsələn, burada əvvəlcə, burada artıq zərfə qoşulduğuna görə əvvəlcə burada nədir? Zərf mənasıdır. Yəni, cadə qoşma deyil orada. Ədatdır. Tutu xanım sübh namazını qıldıqdan sonra, çıxışlıq haldan sonra gəlib, deməli, bu nədir? Qoşmadır. Digərlərinə də baxaq. Könül, sən də yeni həyəcan mı var? Burada ədat var. Uçub qalxmadığın xaniman mı var? Qobustandan danışıb, qobu xalçalarını unutmaq günah olar. Burada heç yoxdur, yəni demək olar cümləsinin qissələrinə. Sonraki digər mövzulara qaydaq. Məsələn, 25-ə baxaq. Fərqləndirilmiş hissə lalə hansı cümlədə qoşmadır? Biz bilirik ki, lalə əgər sözə artırılıb necə sualına cavab verirsə, burada zərfdir. Əgər lalə, məsələn, deyirik ki, atamla mən parka getdik. Burada laləni vənlə əvəz eləyirəmsə, bağlayıcıdır. Deməli, qaşıqla yemək yedim. Nə ilə? Qaşıqla. Deməli, bir düzdür. Dəniz kənarına uşaqlarla getdim. Kimi ilə? Uşaqlarla, düzdür. Maşın sürətlə. Necə? Sürətlə. Artıq bu çıxdı. Qarla yağış. Lanı yerinə mən rahat şəkildə vənə qoyuramsa, bu bağlayıcıdır. Maşınlar təzə salınan asfalt yolla işləyirdi. Hara ilə asfalt yolu? Deməli, bu da cavabımız 1, 2, 5. Deməli, qoşmanın ümumiyyətlə sinonimləri var. Sinonim nə deməkdir? Məsələn, sizə verib tərəf qoşmasını, deyir, bunun sinonimlərini verin. Sinonimləri, yəni onunla bircə hansıları yazmışıqsa, deməli, onları bildirir. Və bir var, məsələn, qoşmanın amonimliyi, kimi qoşması, məsələn. Deyəcək ki, kimi qoşmasının əsas nitq hissələrinin amonimliyi, kiməsi nitq hissələrinin amonimliyi. Əsas nitq hissələrinin amonimliyini deyəndə, kimini biz nə götürdük? Əvəzliyi kimi götürdük, bir də qoşma kimi götürdük. Amma kiməsinin qısələri arasında amonimliyini deyəndə, məsələn, bir bənzətmə mənası, bir də məsafə mənasını bildirir. Belə, qoşmalar haqqında məlumatımız bu qədər. İndi isə bağlayıcıya keçək. Bağlayıcılar isə kiməsinin qısələri kimi iki yerə bölünür. Tabeili və tabeisiz. Tabellik bağlayıcısında ümumiyyətlə bağlayıcı sözlər, cümlələr və abzaslar arasında əlaqə yaradır. Mətnlər arasında əlaqə yaradır.
Tabeli deyəndə həmin mətnlərin bir-birinə əlaqəsi olur. Tabelsiz isə sadalanma yolu ilə yaranır. Tabelsiz bağlayıcıları 6 yerə bölünür. İlk növbədə birləşdirmə bağlayıcısından danışaq. Birləşdirmə bağlayıcısı və ilə düzəlir. Deməli, iləni biz qoşmada görmüşdük. Bayaq da bildirdiyim kimi, ilə əgər və ilə əvəz olunursa, deməli, bağlayıcı əvəz olunmursa, qoşma rolunda çıxış edir. İkinci, qarşılaşdırma bağlayıcılarıdır. Qarşılaşdırma bağlayıcıları amma, ancaq, lakin, halbuki isə fəqət. Məsələn, mən dərsə getdim, amma müəllim gəlmədi. Bax, görürük ki, mən dərsə getdim, fikir tamamlanır. Yəni, artıq davam gəlmir. Müəllim gəlmədi. Yəni, müəllimin gəlməməyinin şagirdin heç bir adəti yoxdur və ya şagirdin gəlməyinin, müəllimin gəlməməyinin heç bir əlaqəsi yoxdur. Sadəcə bu cümlələri bağlayıcı neyinir? Bir-birindən əlaqələndirir, müəyyən bir formata salır. Qarşılaşdırma bağlayıcıları amma, lakin, amma, ancaq, lakin isə fəqət. Birləşdirmə bağlayıcılarını durğu işarələrində vergüldən istifadə olmaz. Qarşılaşdırma bağlayıcılarından isə amma, ancaq, lakin, halbuki isə fəqət intiha sözlərindən cümlədə özündən əvvəl vergül qoyulur. Məsələn, mən gəldim, amma o gəlmədi. Ammadan əvvəl vergül qoyulmalıdır. Gəldik bölüşdürmə bağlayıcılarına. Adından da göründüyü kimi bölüşdürür. Ya, ya da, ya da ki, cah, cah da, cah da ki, istər, istərsə də. Deməli, bölüşdürmə bağlayıcılarının birincidən başqa ya, ca, istər bu sözlərdən başqa digərlərində vergül qoyulur. Ya gün çıxır, ya da yağış yağır. Burada artıq vergül bundan əvvəldir. İnkar bağlayıcısı. İnkar bağlayıcısı nə, nə də, nə də ki formasında olur. İnkar bağlayıcılarında xəbər mütləq təsdiqdə işlənməlidir. Məsələn, nə dedi, nə dindi, nə danışdı. Baxın, dindi. Əgər mən burada nə dinmədi, nə danışmadı formasında olsam, artıq nəyə pozacam? Qrammatik normanı pozmuş olacam. Burada da birincidən başqa ikinci və digərlərində vergül qoyula bilər. İştirak bağlayıcısı. İştirak bağlayıcıları hansılardır? İştirak bağlayıcıları həm, həm də, hətta, həmçinin, o cümlədən, o sıradan. Bunlar nə adlanır? İştirak bağlayıcıları adlanır. İştirak bağlayıcılarının cümlədə işlənəndə həmdən əvvəl vergül qoyulur və hətta da həmçinin də vergüldən istifadə
ehtiyac yoxdur. Məsələn, gəldik aydınlaşdırma bağlayıcısına. Aydınlaşdırma bağlayıcısı, yəni, məsələn, aydınlaşdırmanın tabesiz formasındadır. Gələk indi tabellərə. Tabellərdə aydınlaşdırma bağlayıcısı çi, belə çi formasındadır. Güzəşt, səbəb. Məsələn, güzəşt, hərçənd, hərçəndçi. Səbəb, çünki, ona görə ki, ondan ötürü ki. Məsələn, Rauf xəstələnmişdi, ona görə də məktəbə getmədi. Məktəbə getməməyin səbəbi nədir? Xəstələnməyi. Artıq burada bir-birinin arasında cümlələr davam etdirilir. Bu adlanır tabellik forması. Şərt bağlayıcısına baxaq. Şərt bağlayıcıları əgər, hərgah, madam ki, indi ki, burada çilərdən ümumiyyətlə biz bilirik ki, aydınlaşdırma bağlayıcısında çi, belə kidən sonra mütləq şəkildə vergül qoyulmalıdır. Amma şərt bağlayıcılarında madam ki, indi kidən yox, yəni bunlar daha çox baş cümlədə işlənir. Bundan budaq cümlə gələndən sonra vergül işlənir. Yəni bunlardan sonra vergül işlənməyi olmaz. İndi gəlin tapşırıqlara baxaq. Deməli, birində tabellik bağlayıcısı işlənmişdir. Kaman dilə gəldi, amma. Amma burada nə bağlayıcısı? Qarşılaşdırma bağlayıcısı tabesizdir. Hərgah işlər vaxtında görülsəydi, söz olmazdı. Hərgah burada nədir? Şərt bağlayıcısıdır, tabelidir. Bunu yadda saxlayaq. Quşlara qoşulub oxuyardım və səsimi dağlara düşərdi. Və artıq burada birləşdirmə bağlayıcısıdır və tabesizdir. Cah, cah da. Bölüşdürmə bağlayıcısı tabesiz. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Burada bağlayıcı işləməyib. Cavabımız B variantı. Məsələn, 16. Hansı cümlədə bağlayıcı ixtisar edilsə, cümlənin mənası da dəyişiklik yaranar. Sənə görən gözlərim nə yatar, nə dincələr. Burada artıq ixtisar olunsa, yatar, dincələr. Mənasında, yəni məna dəyişir. Təsdiq formatında olar. Ona görə cavabımız burada A variantıdır. Gəldik 19-a. Hansı cümlədə ilə bağlayıcısı işlənib? Azadla adil, la-nı və-lə əvəz eləyək. Azad və adil. Uyğun gəlir. Deməli, bu bağlayıcıdır. Sevinclə qonaqları qarşılayırdı. Sevinclə. Necə qarşılayıb? Sevinclə. Artıq burada bağlayıcı yox, zərf mənasındadır. Necə qarşılayıb? Sevinclə. Müəllim və valideyn əməkdaşlığı. Ləni və-lə əvəz elədim. Doğrudur. Gənc müəllim siniflə tanış oldu. Nə ilə tanış olub? Sinif ilə. Burada qoşmadır. Doğru ilə yalan bir araya gəlməz. Və-lə əvəz elədim. Cavabımız 1, 3, 5-dir. Bu qədər. Bağlayıcının ədada keçək. Gəldik ədada. Ədad cümlələrin və sözlərin təsir qüvvətini artırır. Ədadlardan məsələn, iç mənasına baxaq, qüvvətləndirici ədad. Qüvvətləndirici ədadlar biz əvvəldən tanışıq harda? Sifətlərin çoxaltma dərəcəsində. Məsələn, daha, ən, lap,
olduqca, düz, nə, necə. Bunlardan sizə tanış olanlar var. Məsələn, nə sual əvəzliyi, necə sual əvəzliyi kimi və qüvvətləndirici ədat kimi. Məsələn, deyirəm ki, sabaha nə edəcəksən və yaxud sabaha necə edəcəksən? Burada artıq sual mənasındadır. Amma desəm ki, nə gözəl yaraşır, necə gözəl yaraşır muğana ceyran, burada qüvvətləndirici formasındadır. Məsələn, düz sözü. Düz sözünü biz həm sifət, həm zərf kimi, həm də ədat kimi işlədirik. Məsələn, deyirəm ki, o düz vaxtında gəlib çatdı. Biz nə edirik? Mənim fikrimi konkret qüvvətləndirmə mənasında düz vaxtında deyirəm. Amma düz yol, düz danışdı mənasında olsa, bu sifət və zərf formasında olacaq. Dəqiqləşdirici ədatlar elə, məhz, əsil. Məsələn, deyirik, elə mən deyən havadır, əsil mən deyən havadır mənasında. Yəni, nə edirik? Fikrimizi dəqiqləşdiririk. 3. Məhdudlaşdırıcı. Məhdudlaşdırıcıda nə edirik? Deməli, bu necə mənalarını yazaq? 1. Bircə, ancaq, təkcə, tək, yalnız. Siz burada ancaq görürsünüz. Ancaq həm də nə idi? Qarşılaşdırma bağlayıcısı idi. Məsələn, deyirəm ki, bu işi ancaq o edə bilər. Bu işi yalnız o edə bilər. Artıq avtomatik yalnızla əvəz eləyirəmsə, burada məhdudlaşdırıcı formasındadır. Deməli, fərqləndirmənin ilk növbədə rolu siz onun sinonimini qoymalısınız yerinə. Ancaqın yerinə amma qoyursunuzsa, deməli o nədir? Bağlayıcıdır. Qoya bilmirsiniz. Yalnız qoya bilirsinizsə, bu artıq ədatdır. Sual ədatları. Sual ədatları bəs, məgər, mi, yəni formasındadır. Ümumi sözlərə bitişir və ümumi məsələn, gələcəksənmi? Burada artıq sözə bitişik yazıldı. Nə zaman ar yazılır? Dadədən sonra. Məsələn, deyirəm, sən də mi bunu etdin? Burada avtomatik mi necə yazılmalıdır? Ar yazılmalıdır. Arzu ədatları var. Arzu ədatlarını biz məsələn, kaş, bari, məsələn, deyirik, kaş gələ, bari gələ formasında olur. Əmr ədatları di, qoy, bax, gəlsənə, görsənəm, sana, sənə formasındadır və ha əsas mövqe durur. Deməli, ha bir də qüvvətləndirici formada var. Əgər ha cümlədə əmr şəklindən sonra gəlibsə əmr ədatı, əmr şəkli yox, digər şəkillərdən, fe'li şəkillərindən sonra gəlibsə qüvvətləndirici ədat olur. Məsələn, bunu et ha və yaxud bunu etməlisən. Burada birincidə əmr formatındadır və əmr şəklindədir deyə bu əmr ədadı. Etməlisən formasında malı məli vacib şəklindən sonra ha gəlibsə qüvvətləndirici ədatdır. Əmr ədatında ha, bax, gör formalarında ədatları var. Bax, məsələn, bir fe'l kimi də, müstəqil fe'l kimi də işlənə bilər. Əgər cümlənin müstəqil xəbəri varsa, deməli, bax, orada əmr ədatı mənasındadır. Bax, mən deyənlər düzdür. Burada bax, sadəcə sənin sözünün təsir gücünü artırır. Ona görə burada əmr ədatı formasındadır.
Təsdiq və inkar ədatları. Təsdiq və inkar ədatları hə, yox, bəli, xeyr. Ümumiyyətlə ədatlarda durğu işarələrindən istifadə olmur. Sadəcə təsdiq və inkar ədatlarından sonra vergül işlənir. Məsələn, dərsə gələcəksən, bəli, gələcəm. Və yaxud xeyr, gəlməyəcəm formatında vergüldən istifadə uyğundur. Gəlin indi testlərinə baxaq. Məsələn, birinci suala baxaq. Əmr ədatı işlənmiş cümləni seçin. Axı mən heç nədən xəbərim yoxdur. Axı burada qüvvətləndirici mənasındadır. Kaş səninlə gedəydim. Gedəydim, baxın, fikir verin, arzu şəklindədir və kaş işlənib, bu arzu ədatıdır. Bu barədə heç kimə bir söz demə, ha. Avtomatik burada deməli, əmr şəklindən sonra gəlib deyə bu əmr ədatıdır. Deməli, cavabımız C. Siz güllərdən niyə qorxursunuz ki? Ki burada qüvvətləndirici ədatıdır. Ki deməli, qüvvətləndirici ədat olanda, məsələn, özündən sonra vergül tələb eləmir. Mən ki, gözəl deyildim. Sadəcə sözün təsir gücünü artırır. Amma ki bağlayıcı olanda cümlələri sözlər birləşdirir deyə orada vergül tələb edir. Siz ki mənə deyirsiniz, burada artıq ki mənim təsir gücümü artırıb deyə, sözümün təsir gücünü artırıb deyə, bu da olacaq qüvvətləndirici ədat. Deməli, hansı cümlədə ədatın yazılışına səhvə yol verilib? Bunu sənə Arifə mi tapşırıb? Bax, mən dedim ki, ümumi ədatı necə işlənir? Sözləri bitişik yazılır. Bu çıxdı. Bax, evə çatana dək uşağın əlini buraxma. Buraxma. Burada müstəqil xəbərim işlənib. Deməli, bax, burada nədir? Ədatdır. Sadəcə burada səhvlik nədir? Qoşmadadır. Çatana dək necə yazılmalıdır? Bitişik yazılmalıdır. Dedik ki, bir cür yazılan qoşmalar necə yazılır? Bitişik yazılır. Yazsana, nə gözləyirsən? Burada artıq sana səni əmr ədatıdır, düz göstərilib. Bura bax, sən dəmi, avtomatik sən dəmi də necə yazılmalıdır? Sən dəmi. Deməli, cavabımız D variantıdır. B-də də qoşmanın yazılışından səhvə yol verilib. Məsələn, 7-ci tapşırığa baxaq. Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Nizamiyə bax, Füzuliyə bax. Burada deməli bunu hələ saxlayaq. Qoy var olsun, nə etsin elin varı? Var olsun, nə var olsun? Qoy. Artıq müstəqil xəbərim var. Qoy nədir burada? Əmr ədatıdır. Necə gözəl havadır. Necə burada artıq baxırıq ki, ədat mənasındadır, qüvvətləndiricidir. Qoy gəlsin. Gəlsin müstəqil xəbərdir və qoy burada nədir? Ədat mənasındadır. Ax, necə kef çəkməli əyyam idi, ondakı övrəti vətən xam idi. Ax, burada necədən ifadədir, necə burada ədatdır və düzgündür. Burada hərəkətə bax, nizamiyə bax, Füzuliyə bax. İşğallə bildirilir və cavabımız A variantıdır. Məsələn, 9-cu suala baxaq. Nömrələrin birində ki, ədat kimi işlənir. Rayondan xəbər gəldi ki, işlənmişdir, bəli. Bunun altına xətt çəkək. Deməli, gəlin, burada artıq ki-dən sonra müəyyən bir fikir formalaşır. Nə xəbər gəlib? Sual yaranır. Deməli, burada ədat yox, bağlayıcı mənasındadır. Deyirlər ki, nəyi deyirlər? Avtomatik burada bağlayıcı mənasındadır. Aydınlaşdırma tabeli bağlayıcısı. Bizimki heç vaxt gətirmir. Burada artıq bizimki sözə bitişik yazılır və isimdir. Biz bilirik ki, şəxs əvəzləyiləndən sonra hal şəkilçisi və ki gələrsə, avtomatik bu nə olur? Düzəltmə isim mənasındadır. Dünənki zərflərə qoşulub ki yaradırsa, burada sifət mənasındadır. Mən candan keçirəm sevgili canım üçün, o mənim dostumu düşmən törədir canım üçün. Ki burada artıq nədir? Ədat mənasındadır. Bu qədər. İndi gəlin modal sözə keçək. Sözlər danışanın fikrinə münasibət bəsləyir. Məsələn,
deyirlər ki, məsələn, burada artıq deyirlər ki, nə? Ki orada bağlayıcıdır. Mən bunu nə dedim bilmirəm. Mən bunu nə dedim? Bunu silib, bunu nə dedim? Özümdən bir şeylər Modal sözlər danışanın fikrinə münasibət bildirir. Məsələn, görəsən sabah hava necə olacaq? Yaxşı, sən deyən düzdür. Burada artıq mən qarşı tərəfini dinləyirəm və öz münasibətimi bəsləyirəm. Modal sözlərdən birinci təsdiq bildirənlərdir. Təsdiq, əminlik, yəqinlik mənasında da yazılır. Məsələn, deyirəm ki, əlbəttə bu düzdür. Əlbəttə, şəksiz, şübhəsiz ki, doğrusu, doğrudan da bunlar hamısı təsdiq bildirir. 2. Güman, şübhə bildirənlər. Güman, şübhədə artıq sənin fikrin yarıda. Bəlkə də, güman ki, ehtimal ki, yəqin ki, bunlar artıq nəyi bildirir? Güman, şübhə bildirənlər. 3. Nəticə bildirənlər. Xülasə, müxtəsər, ümumiyyətlə, yaxşı. 4. Bənzətmə mənası. Sanki, elə bil, güya. Deməli, modal sözlər orfoqrafiyasına görə cümlənin əvvəlində işlənəndə özündən sonra, ortada gələndə hərc tərəfində və cümlənin sonunda gələndə özündən əvvəl vergül qoyulur. Lakin bənzətmə mənası bildirən modal sözlərdə sanki, elə bil, güya da heç vaxt vergül işarəsindən istifadəsi olmaz. Fikrin mənbəyini bildirənlər. Fikrin mənbəyi, məsələn, deyirəm ki, məncə bu işi belə görsək daha yaxşı olar. Məncə, səncə, fikrimizcə, zənnimcə, bunlar artıq fikrin mənbəyini bildirir. Deməli, modal sözlərin orfoqrafiyasından bəhs etdik, gələk nidaya. Nida hiss həyəcanı bildirir. Nidaların, deməli, belə deyim, bölgüsü nisbidir. Məsələn, bəziləri 8 yerə, bəziləri 5 yerə, bəziləri də daha çox bölür. Ümumiyyətlə, nidaları mənim fikrimcə onun girdiyi situasiya əsasında. Məsələn, evə gelmişik, anamız dadlı yemək pişirib, bəh, nə gözəl yeməkdir bu. Və yaxud kimisə çağırırıq, ay ana və yaxud belə, sonra yıxılmışıq, ax, uf mənalarında nidalar var. Nidaların əsas bizə amonimliyi lazımdır. Məsələn, ah nidası. Ah nidası bir çağırış mənası var, bir də nə mənası var? Məsələn, mənim ahım. Vay sözü. Vay sözü, məsələn, vayım düşdü isim mənasında, yəni pis hadisə baş verdi. Bir də vay, təəssüf mənasını bildirəndə. Hey, hey bir çağırış mənasında var, bir də var heyim hərəkətim qalmayıb. Uy, kimisə məsələn fikrinə uyumaq, bir də məsələn uyumaq təəssüf bildirir, uy. Sonra ay, bir çağırış nidası var, bir göydəki ay mənaların, bir də 12 ay mənasında istifadə olunur. Ümumiyyətlə, nidalar cümlədə işlənəndə özündən sonra vergül işlənir və ortada işlənəndə hər tərəfində ümumiyyətlə vergüllə istifadəsi modal sözlərlə eynidir. Gəlin tapşırıqlarına baxaq. Məsələn, modal söz və nida, əminli birinci sualda baxaq. Deməli, deyilənə görə hamı layihəni bəyənib. Burada artıq fikrin xülasəsini bildirir, bu çıxdı. Əminlik bizim şəksiz, şübhəsiz mənasında, yəni təsdiq mənasını bildirir. B variantında əlbəttə var, doğrudur. Digər variantlarda baxaq. Deməli, artıq burada müəyyən bir fikrin xülasəsidir, nəticə bildirir. Deyəsən, güman, şübhə bildirir. Elə bildən sonra, baxın, fikir verin. Hamısından sonra vergül var burada, amma elə bildən sonra vergül yoxdur. Bu, bənzətmə mənası olanda vergüldən istifadəsi qadağandır. Hansı cümlədə nida işlənmişdir? Sənin hər qəhqəhən ay kənarından, burada artıq ay kənarından keçən bulud mudur? Ay burada isim mənasındadır. Çığırtma, yat, ay acı toyuq. Burada artıq müraciət var.
Müraciət mənasındadırsa, deməli nidamız bu variantdadır. Ay, gün kimi. Ay artıq burada göy cismi kimi ay. Digərlərində o mənalı yoxdur. Məsələn, gəlin digər suallara baxaq. Hansı cümlədə modal söz işlənmişdir? Bugünkü qəzetlərə aid xülasə. Xülasə sözü amonim kimi işlənmir. Niyə? Vurğusuna görə mənası dəyişən sözlərdir. Məsələn, müxtəsərdir, xülasədir. Xülasə bir var, məsələn, hər hansısa bir əsərin xülasəsi yığcam mənası. Bir də var xülasə, yəni işin yekun, nəticə bildirən modal söz. Burada modal söz kimi verməyib, qəzetlərin xülasəsi kimi, isim kimi verib deyə bu çıxdı. Söz vermək asandır, yerinə yetirmək isə çətindir. Burada bağlayıcı işlənir, qarşılaşdırma bağlayıcısı. Bütün olanları bari müəllimə deyəydim. Burada ədat işlənib, arzudadır. Bugün o məncə gedə bilməyəcək. Artıq burada modal söz kimi fikrin mənbəyini bildirən modal söz var. Deməli, cavabımız D variantı. Onuca baxaq, modal sözün işlənmədiyi cümləni seçək. Sözün də su kimi lətafəti var. Hər sözü az demək, şəksiz. Şəksiz burada əminlik, təsdiq bildirən modal sözdür. Kimi burada, baxın, sözü nəyə bənzədib? Suya bənzədib, artıq burada bənzətmə bildirən qoşmadır. Deyəsən artıq burada sən cuma şübhə mənasındadır. Deyəsən, qoca bu fikir tarih də demək istəyirdi. Əlbəttə, mənim fikrimin münasibət bildirir və təsdiq mənasındadır. Ancaq gözəlliyinə heyran olanda özümü oğlumla həmyaş bilirəm. Kimlə? Oğlumla. Lalə burada artıq vənlə əvəz eləyə bilmirəm. Qoşma mənasındadır. Yalnız gözəlliyinə heyran olanda. Burada yalnız sözündən əvəz eləyəndə artıq bu nə olur? Ədət mənası olur. Deməli, bizim modal sözün işlənmədiyi variant D variantıdır. Y-yə də baxaq, yəqin ki, sən görmüsən. Yəqin ki, artıq burada nədir? Ehtimal mənasını bildirir. Ona görə bu variantımızda çıxdı. Baxaq. Gəlin buna dəqiq tapışdırmalara baxaq. Hansı daha? 24-ə baxaq. Deməli, modal sözlərin məna növünün ardıcılığını müəyyən edin. Heyifçi. Heyifçi burada nə bildirir? Təəssüf bildirir. Bu təəssüf mənasındadır. Olmaya, mənim, bu artıq olmaya. Yəni şübhə bildirir. Deməli, belə eləyək. Ardıcılığı belə düzək. 3. 3-dən sonra 1 gəldi. 1. Doğrudan da mənim əminliklə deyir. 2. Elə bil, bənzətmə mənasındadır. 4. Ümumiyyətlə, xülasəni bildirir. 5. Deməli, bizim dərsimizin yekunu bu qədər. Ümidvaram ki, faydalı oldu. Sağ olun, sağlıqla qalın.